Gündəlik həyatda babasil, qəbizlik, çatlarla bağlı bizi narahat edən bir neçə sualı ünvanlamaq istəyirəm sizə. Babasilin qarşısını almaq üçün nə yemək lazımdır? Babasilin qarşısını almaq üçün yemək önəmlidir, amma vacib deyil. Yəni bəzən yediyimiz yeməklər babasil yaratmaz deyə bir şey yoxdur. Amma ümumilikdə babasil yaranmasın deyə yeməyimizə fikir vermək lazımdır. Bunun üçün acılı yeməklər, istiotlu yeməklər, ədviyyatlı yeməklər, spirtli içkilər maksimum çalışmaq lazımdır, azaltmaq. Həyat tərzini qaydasına qoyub lifli qidalarla qidalanmaq, bol maye içmək lazımdır. Qəbizlik babasilin əsas səbəbi ola bilərmi? Qəbizlik babasilin əsas səbəblərindən biridir və qəbizliyi varsa mütləq bunu önləməlisiniz ki, babasil yaranmasın. Babasili olan insanlar idmanla məşğul ola bilərmi? Əlbəttə ola bilər, amma çalışmaq lazımdır ki, ağır idman növləri ilə məşğul olmasınlar. Uzun müddət oturaq həyat keçirən insanlarda babasil yaranarmı? Bu da babasilin yaranmasının risk faktorlarından biridir. Yəni uzun müddət oturan insanlarda babasil yarana bilir. Qıl dönməsinin təmizliyə nə kimi aidiyyəti var? Bəli, qıl dönməsində təmizlik çox önəmlidir. Biz bilirik ki, tük qayıdır, dəraltı toxumaya görə iltihab yaradır. Buna görə həmin nahiyənin, büzdüm nahiyəsinin təmiz olması, quru olması çox vacibdir. Qəbizlik üçün təbii yollarla nə edə bilərəm? Qəbizlik üçün təbii yollarla çox şey etmək olar. Qidamıza fikir vermək lazımdır. Meyvə qurularından, meyvə tərəvəzdən bol istifadə etmək lazımdır.